Salam hörmətli YouTube kanalı izləyicilərimiz. Oğlan uşaqlarında uşaq uroloji problemlərindən danışırıq. Bu videomuzda isə sünnət dərisinə olan qulluqdan bəhs edəcəm. Xüsusilə valideynlərin, xüsusilə yaşlı nəslin daha öncədən bildiyi sünnət dərisini sünnətsiz uşaqlarda geri çəkərək təmizləmə kimi üsullara müraciət edirdilər və bu haqda danışacağam. Öncəliklə qeyd etmək istəyirəm ki, bu öncə bilinən bir üsul idi, amma bu tövsiyə olunan bir şey deyil və əvvəllər bilinən o dərini geri çəkib təmizlədikləri zaman ağ rəngdə ərf kimi yaxud da duz kristalı kimi adlandırdıqları həmin o hissəciklər əslində o bölgənin öz ifrazatıdır. Ölmüş dəri hüceyrələri ilə orqanın baş hissəsinin ifrazatıdır ki, qarışaraq o ağ rəngdə smegma dediyimiz bir xüsusi maddəyə çevrilir və qətiyyən uşaqlarda dərini geri çəkib o hissəni təmizləməyə ehtiyac yoxdur. Əgər oğlan uşağı bezini açdığımız zaman hündürə sidiyə getdiyini görürsünüzsə, bu onun kanalının ucunda darlıq olmadığının əlamətidir. Yəni sağlam olduğunun əlamətidir. 98% hallarda yeni doğulmuş oğlan uşaqlarında orqanın baş hissəsi bilirik ki, dəridən böyükdür. Yəni cinsiyyət orqanının dərisini geriyə çəkmək istəsək getməyəcək. Bu o demək deyil ki, bu 98%-in hamısında fimoz var, yaxud da bunların hamısı təcili sünnət olmalıdır. Təbii ki, xeyr. Əgər dediyim kimi uşaq sidiyə normal gedirsə, yaxud da problem nə zaman olur? Uşaq sidiyə gedə bilmir. Misal üçün ağlayır, qışqırır, altını valideyn açır. Görür ki, sünnət dərisi şar kimi şişib, sidiyə ora toplanıb və uç hissədən sızaraq sidiyə gedir və qışqıraraq sidiyə gedir. Dəri biraz da qızarıb. Bu hallar dar prepusium, dar dəri yaxud da fimoz dediyimiz vəziyyətdir ki, bu hallarda sünnət tibbi olaraq göstərişdir. Və təbii ki, mütləq şəkildə təcili sünnət etmək lazımdırmı? Ona baxdıqdan sonra qərar veririk, amma qısacası dərini yırtmaq, geriyə doğru çəkmək, oranı təmizləmək, xüsusi baxım etmək, hər hansı bir yağ, hər hansı bir krem sürtmək heç tövsiyə etdiyimiz bir şey deyil. Tam əksinə, gələcəkdə sünnət sağalmalarında problem yaradır. Dərinin ora təkrar yapışmasına, o ifrazatın oradan təkrar axmasına səbəb olur və balanopostit, yəni sünnət dərisinin penis başının iltihaplanmasına səbəb ola biləcək problemdir. Ona görə həm də uşaqlara eyni zamanda bir psixolojik travmadır, eyni zamanda da ağrı verir. Ona görə tövsiyə edirik ki, ciddi bir problem yoxdursa, sidiyə getmə problemi yoxdursa, sünnət dərisini qətiyyən geri çəkməyi tövsiyə etmirik. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.